Salam hörmətli izləyicilər, xoş gördük hər birinizi Quşlar TV kanalında. Əziz izləyicilər, bugün bu mövzuya toxunmaq istərdim. Bir abunəçim yazmışdı ki, toyuqlara, cücərdə, hinduşkalara neçə aydan bir, belə deyərdim, iynə vurmaq lazımdır. Bu haqda danışıb məlumat vermək istərdim. Deməli, əziz izləyicilər, toyuqlara, cücərlə, hinduşkalara iynə 3 aydan bir vurulur. Çox insanlar deyir ki, bir yazbaşı, bir payızda vurulur, yəni 6 aydan bir. Ancaq 3 aydan bir vuranda siz toyuqları xəstəliklərdən, təhlükələrdən qoruyursunuz. Yəni xəstəlik onlara elə də çox təsir eləmir. Biri var 6 ay müddəti ola, yəni 6 ay keçə, nə qədər də olmasa onlar hansısa bir xəstəliklə üzləşə bilərlər. Ancaq iynə vurulan toyuqlar, cücələr, hinduşkalar elə xəstəliklə üzləşmir. Deməli, əziz izləyicilər, siz əgər sıfırdan başlayıb cücə saxlayıbsınızsa, bu cücənin 2 ayı tamam olursa, siz onlara o dəqiqə götürüb H vaksini vurmayın. Siz onlara, deməli, əziz izləyicilər, 2-ci ayında oksitetraskilin iynəsi var, 5%lik. Mən həmişə bunu demişəm, 5%lik. Ondan yarım qram vurursunuz 3 gün. Oksitetraskilin deməli əziz izləyicilər 10%lik də var, 15 və digər onlar böyük buynuzlu heyvanlar üçündür. Yəni mal, qara, qoyun, quzu üçün nəzərdə tutulur. Toyuq üçün 5%likdir. 5%liyini alırsınız, deməli əziz izləyicilər. 3 gün dalbadal döş qəfəsinə vurursunuz. 3 gündən sonra 10-15 gün keçəndən sonra baxsınız cücədə heç bir problem yoxdursa, çünki bu H vaksini virus daşıyıcısıdır. Onu elə bir vuranda toyuqları, cücələri, hinduşkaları bütün virus xəstəliklərindən qoruyur. Siz onu birdən-birə vursaz, cücədə də virus olsa bu qıra bilər. Ona görə oksitetraskilini 3 gün dalbadal vurursunuz. Ondan da 10-15 gün keçəndən sonra görürsünüz ki, toyuqlarda, cücələr, ümumiyyətlə cücələrdən də söhbət gedir də, yəni cücə, hinduşka balası 2 ay ilk iynəsi vurulanda və görürsünüz ki, heç bir problem yoxdur. Ondan sonra 10-15 gün sonra H vaksinini vurursunuz. H vaksinində balaca cücələr, yəni 2 ayını keçmiş, 3-cü ayında olmuşa yarım qramdan vurulur. Digərlərinə isə, yəni böyük toyuğa, böyük hinduşkaya 2 qramdan vurulur, böyük toyuğa isə 1 qramdan vurulur. Ancaq ilk dəfə siz onları belə deyərdim vuranda, yəni da balaca 2 aylıq cücələ vuranda birinci oksitetraskilin vurun. Çünki oksitetraskilin bayaq dediyim ki, əgər cücədə xəstəlik varsa, bu onu sağaldacaq. Oksitetraskilin çox gözəl iynədir. Həm o qurunma xəstəliyinin zadın qarşısını alır, yəni bir çoxu belə deyim, şikayət edir ki, cücələrimiz quruyur, nədir? Bu təbii ki, bir xəstəlik kimidir. Onlara siz oksitetraskilin vuranda o şeylə üzləşmir. Yəni o xəstəliklə üzləşmir. Həmçində yemlərini də belə deyək, yaxşı verməlisiniz ki, o qurunma xəstəliyinə yoluxması. Yəni yoluxdularsa, xəstələndilərsə vitaminlər verirsiniz, sularında, həmçinin də güclü yemlərində. O haqda gələn videolarımda danışacağam. Və sözü nəyə gətirmək istəyirəm? Yəni sözü ona gətirmək istəyirəm ki, 3 aydan bir iynə vurulmalıdır. Yəni ikinci ayı ilk iynəsini vurmamışdan öncə H vaksini vurursunuz. Daha doğrusu oksitetraskilin iynəsi vurursunuz 3 gün. 3 gündən sonra isə əziz izləyicilər, belə deyim, 10-15 gün keçəndən sonra həmən o 3 gün tamam olandan sonra H vaksinini vurursunuz. H vaksinini isə əziz izləyicilər 3 aydan bir. Bayaq dediyim kimi balaca cücələrə, yəni 2 aylıq cücələrə, 3 aylıq cücələrə yarım qramdan, böyük toyuğa, hinduşkaya, toyuğa 1 qramdan, hinduşkaya 2 qramdan vurursunuz. Həmçinin balaca hinduşkaya, 2 aylıq hinduşkaya da yarım qram vurursunuz. Bu H vaksini çox gözəl, belə deyərdim,
iynədir. Cücələri və toyuqları bir çox xəstəliklərdən qoruyur. Ona görə onu 3 ay vurmaq lazımdır. Bir abunəçim də əzizləyəcək yazmışdı ki, bu oksitetraskilini bircə dəfə cücə vaxtı vurmaq lazımdır, yoxsa belə deyim, böyük toyuqlara da olar. Əziz izləyici, əgər böyük toyuqlarsa 1 illik, 2 illik və görürsünüz ki, onlarda elə problem yoxdur, ehtiyac yoxdur, yəni oksitetraskili birinci vurmağa. Elə H vaksini vura bilərsiniz. Yox, əgər misal üçün 6 aylıq, 7 aylıq cücələrdirsə, belə deyək də, çolpalardırsa, bir dəfə vurubsuz, belə deyərdim, 2 ayında o oksitetraskilini, sonra dalınca isə cumanı, o H vaksinini 5 aydır. Nəsə görsə biri xırıldayır, biri qıqqıldayır, biri nəsə belə sozalır, eləyir. Onda da eybi yox, ziyanı yoxdur oksitetraskilinin. Onda da 3 gün vura bilərsiniz. 3 gündən sonra biraz bir müddət verə bilər. 10-15 gün keçəndən sonra yenə də H vaksinini vura bilərsiniz. Yəni oksitetraskilin elə bir belə deyim, ziyanlı dərman deyil də, yəni iynə deyil. O əksinə xəstələri sağaldır. Deməli, əziz izləyicilər, 3 aydan bir, yenə deyirəm, H vaksini vurulur. Yəni 2 ay tamam olanda H vaksini vurulur, ondan sonra 5 ay tamam olanda və 3 aydan bir, 8 ayı, ondan sonra 12 ay və belə 3 aydan bir, 11 ayda, belə deyək, 3 aydan bir şey edirsiniz, vurursunuz o H vaksinini. Bir də əziz izləyicilər, H vaksinini vuranda sularını vitaminli edin. Yəni biraz immunitetləri düşə bilər. Ona görə vitaminli sular verin, güclü yemlər verin. Yəni immunitetlərini gücləndirən yem verin. Bu o oksitetraskilini vuran zamanda, yəni iynəni H vaksini vurmamışdan öncə onu toyuqlara yaxşı yemlər verin, cücələrə immunitetlərini gücləndirin, sularında vitamin verin. Bir də əziz izləyicilər, bir abunəçim də yazmışdı ki, iynə vuraraq qurd dərmanında vermək olar. Bəli, olar. Onun elə ziyanı yoxdur. Yəni mən vermişəm. Yəni iynəni vurub, ağzına da qurd dərmanını tullayıb belə buraxmışam. Bax belə əziz izləyicilər, bugün də istədim bir balaca bu haqda danışam, məlumat verəm. Hər kəsə təşəkkürlər. Kanalımıza, Quşlar TV, Lal Ördəklər TV, həmçinin Kənd Heyvanları kanalına abunə olun. Videolarımıza da like qoyun, çünki biri-birindən gözəl videolar gəlir, gözəl mövzular gəlir. Bu qədər. Sağ olun, abunə olmağı, like qoymağı da unutmayın. Sağ olun əziz izləyicilər və gələn videolarda görüşmək ümidi ilə sizdən ayrıldım.